Quran özü tək başına insanlara kifayət edirmi? Şeyx Tusi kimi bir insan qayıdır ki, bəli, mən də bir alim kimi, bir mütəxəssis kimi bu hədislərin qaynaqlarına girirəm, baxıram, görürəm ki, ziddiyyət təşkil edən hədis var. Onda boynuma düşən bütün hədisləri inkar etmək deyil. Çıxsın avazla desin ki, Bismillahirrahmanirrahim. Tərtib budur. Xeyr. Quranda olan bütün sözlər məgər Allahın sözüdür? Mən bunu qəbul etmirəm ki, Quran yalnız insan üçün gəlib. Salam əziz rəngli podkast dinləyiciləri. Xoş gördük sizi. Bugün verilişimizin, rəngli podkastımızın qonağı ilahiyyatçı alim Ustad Hacı Atif İsmayılovdur. Xoş gördük sizi. Xoş gördük. Çox sağ olun. Allah razı olsun. Ustad, elə mövzu baxımından bugün mövzu olaraq Quran mövzusunu nəzərdə tutmuşuq və bu barədə istəyirəm ki, adekvat şəxs kimi sizi dinləyək və tələbələr də dinləsinlər. Son dövrlərdə belə bir mövzu ortaya atılır. Bəyəm Allah Qurani-Kərimdə hər şeyi izah etməyibmi ki, başqa hədislərəmi, sünnəyəmi ümumilikdə ehtiyac yaransın? Yəni insanlar müraciət eləsinlər peyğəmbər hədislərinə ya başqa tarixi məlumatlara ki, Qurandan çıxarış eləmək üçün. Quran özü tək başına insanlara kifayət edirmi? Başlayıram mehriban və rəhimli Allahın adıyla. Çox sağ olun, təşəkkür edirəm dəvətinizə görə və həm də aktual bir mövzudur və bu söhbətlər, bu mövzular bizim cəmiyyətdə deyil, ümumiyyətlə bütün dünyada, o cümlədən də bütün müsəlman ümməti içərisində bu söhbət artıq aktiv bir zamanda olmuşdu. Sonra aktivliyini itirmişdi, amma təəssüflər olsun ki, son zaman Azərbaycanda da bu məsələ öz əksini tapıb. Birinci bu məsələnin biraz tarixinə qayıdaq, baxaq. Bu Quran yetər və məgər Quranda hər şey varsa, bizim Qurandan savayı digər nəsə ehtiyacımız varsa, bildiyim qədər, yəni öz ixtisasım deyil, amma araşdırmaçılar bunu deyib deyənə mən də bunu təqdim etmək istəyirəm ki, ilk öncə bu mövzunu ortaya atan təqribən 200-204-cü ildə elə bizim əhlüsünnə alimlərinin təqdimatı əsasında bizim məşhur Şafii məzhəbinin banisi o öz kitabında qeyd edir ki, bu Quranilər termini ki var, düzdür, orada Quranlar adını çəkmir. Amma belə qeyd edir ki, bir iddə, yəni müsəlman ümməti içərisində insanlar vardı ki, onların sadəcə yeganə söykəndiyi bir mənbə var idisə, o mənbə də Qurani-Kərim idi. Onlar Qurani-Kərimin höccətliyini qəbul edirdilər. Qurani-Kərimdən savayı sayılan digər mənbələrin heç birini etibarlı və yaxud da höccət saymırdılar. Təxminən də bu gedir, çıxır hardasa hicrətin 150, 160 və 200-cü ilə qədər. İndi siz təsəvvür edin ki, o vaxt, o zamanda bu fikir öz əksini tapıb. Belə bir sual meydana gəlir ki, o fikrin yaranma səbəbi nədir? Mən deyirdim ki, bu fikrin yaranma səbəbini də bəzi mütəxəssislər araşdırıblar və biz bunu təbiidir, bugün efir vasitəsilə deməliyik. Bu çünki həqiqətdir, bunu inkar etmək mümkün deyil. Hətta səhv etmirəmsə, Allah rəhmət etsin, Şeyx Tusi öz əsərini ki, hədis əsərini ki, qələmə alanda, orada önündə müqəddimədə belə bir kitab da belə bir müqəddimə yazır ki, məni bu hədis kitabını toplamağa, yazmağa vadar etməyin səbəbi bu oldu ki, məsum imamlardan elə bir hədis olmadı ki, o nəqsi olmasın. Onun ziddi olmasın. Məsələn, hər hansı bir mövzu haqqında əgər məsum imamlarımız və yaxud da ki, peyğəmbərimiz, xüsusən də orada Əhl-i Beyt imamlarını nəzərdə tutur, onlardan bir hədis gəlib, amma onun əksi də var. Bəzən bu səbəb oldu ki, bir sıra bizim Əhl-i Beyt mənsəbinə mənsub olan insanlar, yəni açsanız kitabın müqəddiməsində açıq şəkildə onu göstərir. Əhl-i Beyt məktəbinə mənsub olan bir sıra insanlar bu ziddiyyəti gördüklərinə görə hətta Əhl-i Beyt mədrəsəsindən imtina etdilər. Deməli, bunun yaranmasının qaynağı var. Yəni bugün müəyyən Quraniçilər əgər ortaya çıxıblarsa, deməli onlar hədislərin araşdırmasında və təhqiqat etməsində zəiflik göstərdiklərinə görə birbaşa bütün hədislərin inkar etməyə səbəb olublar. Bütün hədisləri. Və orada qeyd edir ki, mən də
öz öhdəmə belə bir vəzifə götürdüm ki, hətta orada 2 dənə alimin adını qeyd edir ki, bu alimlər baxmayaraq ki, Əhl-i-Beyt məktəbinin ən bariz və bilikli alimlərindən biri idi. Onlar belə bu hədislər qarşısında çaşbaş qaldılar. Yəni ayır edə bilmədilər deyənə imtina etdilər. Aha. Və mən də özümə vəzifə bildim ki, borc bildim ki, öhdəmə düşən nə qədər imkanım çatarsa, qüdrətim çatarsa, məsum imamlardan gələn bütün hədisləri araşdırım və öz məbnasına görə, yəni öz üslubuna görə hansıların doğru olduğunu qeyd edim və doğru olmayanları da nə edeyim? Qoyum kənara. Deməli, istər Quranilər fikrinin ortaya çıxması olsun, istər ümumiyyətlə də Qurandan başqa heç bir fikri qəbul etməməyin birinci başlıca səbəbi budur ki, hədis toplularında həddən artıq bir-birinə ziddiyyət təşkil edən qaynaqlar və hamısı da birbaşa nisbət verilir ya peyğəmbərə ya imamlara. Bu tək Əhl-i-Beyt məktəbinin mədrəsəsinə mənsub deyil. Mənə hətta o Şafiinin kitabını mütaliə edəndə orada qeyd edir ki, yəni bizim öz mədrəsəmizdə, yəni Əhl-i-Sünnə və Cəmaətin mədrəsəsində də eyni zamanda o qaynaqlardan gələn hədislərdə ziddiyyət təşkil etdiyinə görə bunlar bu qənaata gəldilər ki, biz artıq bütün hədisləri inkar edirik və sadəcə bizdə yetərli Qurani-Kərim fakt olaraq qəti bir dəlil olduğuna görə ona istinad edirik. Məntiqi baxımdan ortaya atılan fikir doğrudur. Aha. Ki bəli, yəni hardasa yanlış bir hədislər varsa, o yanlış hədislərdən ağlımız da bizə deyir ki, insan imtina etməlidir. Ən azı doğru düzgün məsdər Qurani-Kərim sayılırsa, ona söykənmək lazımdır. Amma bu təəssüflər olsun ki, bu fikri tam düzgün şəkildə insanlara, cəmiyyətə təqdim edə bilmədilər. Məsələn, bizim alimlərimiz durub bütün hədisləri inkar etmədilər. Şeyx Tusi kimi bir insan qayıtır ki, bəli, mən də bir alim kimi, bir mütəxəssis kimi bu hədislərin qaynaqlarına girirəm, baxıram, görürəm ki, ziddiyyət təşkil edən hədis var. Onda boynuma düşən bütün hədisləri inkar etmək deyil. Aha. Bir araşdırmacı kimi, bir mütəxəssis kimi mən orada bacardığım qədər yanlışları kənarlaşdırım, ən azı doğru olan hədisləri qoyaq orada. Demək olar ki, bu Quran istinadına, Quranilər deyək, bu terminlə gedən insanların ən böyük zəifliyi burada oldu ki, hədislər üzərində araşdırma aparmadıqlarına görə və yaxud da ki, hətta bəziləri kitabda belə qeyd edir ki, ümumiyyətlə bizə vaxt sərf etməyə dəyməz ki, biz o hədisləri araşdıraq. Çünki madəm əgər onların içərisində qarışıq, ziddiyyət, nə bilim, təksib göstərən hədislər varsa, o zaman biz hamısından imtina edərik. Bu səbəb olur. Birinci fakt olaraq budur səbəb insanların o Qurandan uzaqlaşması. İndi gəlin bunun əksini deyək sizə. Əksi nədir mənim dəyərli qardaşım? Əksi müsəlman ümməti içərisində, yenə deyirəm, məzhəblərə ayırmadan deyirəm, istər o tərəfdə olsun, istər bu tərəfdə olsun, eyni zamanda Quranı inkar edənlər var və hədisdən yapışanlar var. Özü də çox gözəl bilərsiniz də. Onların söylədiyi fikir nədən ibarətdir? Onların söylədiyi fikir bundan ibarətdir ki, Qurani-Kərimin məsələn, bəzən indi efir vasitəsilə bunu desək bəlkə də biraz yaxşı səs buraxmaz. Bihar Lənvarı yazan Əllamə Məclisinin özünün hədis toplusunun qaynağının müqəddiməsini oxuyan insan. Çox vaxtları görsən ki, bəzi insanlar bizə irad tutmaq istəyəndə birinci onun müqəddiməsini qoyur. Bilirsiniz də Bihar Lənvarı yazan Əllamə Məclisi dahi hədis elmində məşhur alimlərdən biri olub. Onun da söylədiyi təbirlərdən belə başa düşür ki, məsələn, belə bir fikir formalaşıb ki, Qurani-Kərim bizə müxatab deyil. Aha. Elə başa düşülür. Elə başa düşülür. Və fikirləri bundan ibarət. Yəni özünün sözüdür də. Məsələn, orada hətta qeyd edir ki, mən filan vaxta qədər mən düzdür Qurani-Kərimlə məşğul oldum filan. Sonra mən anladım ki, Quran mənim üçün deyil, mənə xitab olunmayıb deyənə, yəni biz avam insanlara xitab olunmayıb deyənə və hətta Qurani-Kərimdən dəlil və sübutlar gətirirlər ki, la yəməssuhu illəl mutahharun. Qurana yalnız pak olan insanlar, bu da sırf imamlara məxsus deyənə, biz onlarsız Quranı başa düşmərik. Və ona görə də bəzən görsən ki, bunlar da əxbari mövqeyini tutan insanlar da özü də gözəl bilir ki, Quranın zahirini hüccət qəbul eləmirlər və ən daha çox hüccət onlardan nədir? Əxbardır, hədisə toplanır. Görürsünüz, hər iki tərəfdə, yəni tək Quranilər özlərini bugün belə deyim də Qurana istinad etməkdə ifrata gediblər və eyni zamanda da əxbarilər də bu hədis toplusu ilə yanaşan insanlar da bu cür fikri ortaya qoyublar da. Axı bunun bir orta məxrəci olmalıdır da. Hazır bu baxımdan bax demək belə bir ayrım yarandı. Mənim də zehnimdə bu şeyi istəyirəm ki, ortalığa qoyum. Demək bir dəstə Quranı tək məsdər, tək qaynaq kimi götürdü, ancaq Qurana sarıldı. Bir dəstə
yalnız sünnəni götürdü, sünnəyə sarıldı, Qurani-Kərimi kənara qoydu. Bu mənada kənara qoydu ki, Quranı öyrənmək üçün ancaq sünnənin yolu ilə bunu əldə etmək olar. Bütün əqaid, fiqh, bütün əxlaq, bütün məsələlərdə ancaq sünnə oldu məsdər, sünnə oldu qaynaq dediyim kimi əxbari və Əhl-i Sünnədir ki, Əhli Hədis məktəbindən bildiyim qədər bu işlə məşğul oldu. Dediyimiz Quranilər aydındır ki, bayaqlar siz ona misal çəkdiniz ki, İmam Şafii Əl-Üm əsərində səhv eləməmsə onu qeyd edir ki, hətta orada bir iki dənə istidlal da eləyirdi ki, hikmətdən məqsəd sünnədir filandır. Bu elə əslində əvvəldən sünnənin tərifini verən şəxslərdən biri də oldu, mən bildiyim qədər İmam Şafii. Ona toxunarıq. Amma burada demək ayrım yarandı. Konkret sünnəyə tabe olanlar, Quranı bir növ kənara qoyanlar, tək Quranı qəbul edənlər və bir dənə ortaq bir məktəb yarandı ki, Quran və sünnəyə tabe olaraq ilahi məqsədi anlamağa çalışanlar. Və bu baxımdan istəyərdim ki, İndi ona biz sualınız verdiniz. Yəni Quran öz-özündə yetərmi? Yetərmi? Bəli. Biz deyirik yetər. Allah hifz eləsin. Səhv etmirəmsə mən mütaliə əsasında Ayətullah Cavad Aminin təfsir kitabında onun bu fikri mən həqiqətən də çox belə ləzzət etdi. Dedi ki, orada bir dənə təbir var, ərəbcəsini oxudum təbiri. Yazır ki, "Əl-hucbu leysə fil-Quran." Yəni pərdə və hicab Quranın ayəsində deyil, bizim qəlblərimizdədir deyənlər. Biz ona görə sünnəyə ehtiyacımız var ki, qəlblərimizin üstündə olan o pərdəni götürək və illə Quranda Allah təbarək və təala mesajını verib. Gözəl. Məna aydındır. Gözəl. Ona görə bir çox yerlərdə buyuranda ki, Qurani-Kərim buyuranda ki, məsələn, Əlif Lam Ra desən, uhkimat ayatuhu thumma fussilat min ladunnil hakim. O baxımından biz inşallah bu məsələdə toxunarıq da. Quranın öz ayələrini bir neçə sinifə bölmək lazımdır da. Bəli, Quran buyurur, mən müfəssəl şəkildə qeyd etmişəm və yaxud da ki, fihi tibyanun likulli şey, orada hər şey bəyan olunub. Biz demirik Quranın ehtiyacı var sünnəyə. Kimin ehtiyacı var? Bizim şəxs olaraq bizim ehtiyacımız var sünnəyə. Nəinki Quranın ehtiyacı. Əhsən. Quranın ehtiyacı yox. Çünki Quran aşkardır. Gözəl. Sadəcə biz o Qurani-Kərimin o aşkar mənasını əldə edə bilmədiyimizə görə Quran sünnədən qənidir. Maraqlı. Amma insan olaraq bizim sünnəyə ehtiyacımız var deyən o ayəni başa düşməkdən ötürü. Baxın bir misal çəkim. Mən deyərdim də bəlkə də bu Quranlar bu iddianı irəli sürür, amma incəliklər var, o incəliklərə biz toxunmalıyıq. Həmin incəliklər nədir? Məsələn biz özümüz oxuyuruq Qurani-Kərimdə, səhv etmirəmsə Ali İmran surəsində ən məşhur ayədir. Huvellezî enzələ aleykel kitab minhu ayatun muhkemat. Sonra buyurur ki, hunne ummul kitab və uxaru mütəşabihat. Buraya qədər gözəl gəldi ki, Allah buyurur ki, biz sənə kitabı nazil etdik. Orada möhkəm ayələr var. Sonra nə buyurdu? Hunnə onlar kitabın anasıdır. Kitabın anasıdır. İndi ona da toxunaraq ki, niyə görə kitabın anası deməkdir? Diqqət elə. Sonra buyurdu ki, və uxaru mütəşabihat. Bəli. İndi problem hardadır? Problem burdadır ki, Allah özü bəyan edir ki, fəəmməlləzinə fi qulubihim zayğ. Yəni filan kəslər kimi qəlbləri ki xəstədir. Aydın oldu. Onların fikri budur ki, mütəşabih ayələrin götürsünlər. Bir dənə yeganə məqsədi var. Allah məqsədi açıq şəkildə buyurur da, fitnə yaratmaqdan ötürü. Aydındır? Fitnə yaratmaqdan ötürü. İndi mən deyərəm, bəzi ola bilər ki, sual verir ki, bu Allah buyuranda ki, hunnə ummul kitab. O möhkəm ayələr də özü görəsən bizim başa düşdüyümüz ayədir, yoxsa yox. Onun da öz təfsilatı var. Onun da təfsilatı. Sonra Allah özü gözəl buyurdu. İndi biz sual verək bu Quraniyə. Deyək ki, Qurani-Kərimdə Allah özü buyurdu ki, və ma ya'lamu ta'viləhu illallah. Bəli. Yaxşı, onun təvili yalnız əgər Allah bilirsə, bəli. Bizə aidəti yoxdur ki. Onda niyə verib bunu Quranda? Bəli. Yəni ilahi bu sənə məxsusdur. Bəli. Özün bilirsən. Niyə Quranda vermirsən onu? Əgər onun bizə aidiyyəti varsa, mütləq gərəksə onun açıqlamasını verəsən. Bəli. Yox, aidiyyəti yoxdur. Ona görə qiraətdə fərqli var da. İndi biz bunun üçün müstəqil bir bəhs açarıq ki, hətta mən çox böyük bir dənə mütəfəkkir olan Əhl-i Sünnə alimlərinin birinin bu ayədə söylədiyi çox gözəl bir izahı verdi. Dedi ki, qiraətdə belə bir şey var da, vəqf növləri var. Bəli. Və ma ya'lamu ta'viləhu illallahda təvəqqüf eləsən, yəni bunu yalnız Allah bilir. Başqası deyir, onda mən sual verirəm Allaha. Bu mütəşabihin verirsən, səndən başqa bunu kimsə bilmirsə, bunu niyə vermirsən Quranda? Bəli. Bu sənə aiddir də. Kimsünsə də açıqlamamısan da, onda onun Quranda olmasının heç bir mənası yoxdur. Bizim
Və böyük problemlər bilirsiniz hardadır? Böyük problemlər burdadır ki, bəzi insanlar, mən alimlərdən söhbət açmıram. Yəni həqiqətən gəlin insafla danışaq. İstər Qurani-Kərimi höccət bilən alimlər olsun, istər rivayət və hədisi höccət bilən alimlər olsun. Onlar müəyyən elmi arqumentlər qoyanda insan arqumentlərə baxacaq. Onun sözünün gücü, onun arqumentinin gücü qədərdir. Əgər onun gətirdiyi dəlil həqiqətən də köklü və belə deyim də məntiqli bir dəlildirsə, qüvvədədir. Ta o vaxta qədər ki, kimsə gəlib onun sözünü sındıra bilmir. Həmin bu alimin sualıdır. Deyir ki, əgər biz burada vəqf eləsək desək ki, və ma ya'lamu ta'bilahu illallah, və rasixuna fil ilmi yəquluna amennə. Yox, elmdə dərinə gedən insanlar yalnız deyirlər ki, ilahi biz sənə iman gətirmişik. Bilsək də, bilməsək də sənə iman gətirmişik də. Bəli. Amma deyir yox, bu biraz məna etibarından düzgün gəlmir. Nəyə görə? Çünki Allah Qurani-Kərimdə birinci axı xitab edir kimlərə? O kəslər ki, Allah'a iman gətiribsə, deməli bu iman Allahın bütün ayələrində də var da. Burada özəlliklə mütəşabihə iman gətirməyin nə mənası var ki? Və yaxud məsələn, elmdə niyə imanda qüvvətli olanlar olar? Elmdə niyə qüvvətli? Ona görə təbirində buyurdu ki, və rasixuna fil ilmi, buraya qədər bir vəqf eləsən daha yaxşıdır. Onda biz sual verək ki, o mütəşabih ayələr ki var, elmin dərinliyinə gedən insanlar bilir. Bəli, o zaman o elmin dərinlinə gedən insanlar biz öz prizmamızdan baxaq da. Misal deyək, soruşarlar peyğəmbər əshablarından ki, peyğəmbərin zamanında misal deyək də, İbn Məsud sizə görə elmli insandır yoxsa elmli insan deyildi? Ölümlü insandır. Düzdür. Bəlli məsələ ki, əgərlər bu peyğəmbərin yanında olubsa və peyğəmbərin zamanında dövründə yaşayıbsa, bu peyğəmbərdən müəyyən sualları soruşdu. Peyğəmbər salavatullah ona cavab veribdi. Yəni mən deyirəm ki, o eks olan insana mən bir sualı verim. Deyim ki, bax indi sən hal-hazırda Əli ibn Əbi Talibin dövründə yaşayırsan. Həzrət Əli əleyhissalam oturub sən də onun dövründə yaşayan bir insansan. Sən o boyda şəxsiyyətdən bir 10 il, 20 il ömür sürərsən. Necə bir dəfə yaxınına gəlib ondan sual eləməzsən, bir şey soruşmazsan. Soruşarsan da təbii ki. Əgər bir söz soruşdunsa, onun söylədiyi söz o zaman sənin üçün hüccət sayılır ki, deməli bu elmdə nədir? Biliklidir, qüvvətli. Onlara sən ondan söz soruşdun. Deməli onun Quran haqqında, ayə haqqında söylədiyi söz, o izahat bizim başqa lori dildə desək olur hədis. Olur rivayət. Niyə biz bunu inkar etməliyik ki? Niyə biz bunu qəbul etməməliyik ki? Ona görə də Peyğəmbər səlavatıllahın bir şərtə görə, mən deyirdim ki, bir şərtə görə Peyğəmbər eləyə bilərdi, Quranı götürsün, bizim alimlər kimi 20 il təfsir yazsın. İndi biri qayıdıb deyəcək ki, yox, Peyğəmbər elmi yox idi, yazıb oxumağı bilmirdi filan. Bu da təbiidir. Peyğəmbər haqqında olan böyük bir dənə iftiradır da, yaza bilmirdi, oxuya bilmirdi filan. Peyğəmbər eləyə bilərdi. Amma Peyğəmbər əgər bir ayəni fərz elə ki, bir formada desəydi, necə ki, bugünkü bizim dövrümüzdə müəyyən o insanlar var, özlərini sələf-i salihə söykənlər. Deyirlər ki, sələf-i salihdə filan şey yox idi. Peyğəmbər də əgər həmin ayələri geniş şəkildə izah etsəydi, biz artıq həmin kontekstdən çıxa bilməzdik. Bu əslində Quran əbədi kitab olmazdı. Və bu sözündən elə burada bir mühüm bir nöqtəyə toxundunuz, çox mühüm bir nöqtəyə toxundunuz və Peyğəmbər hər şeyi hədislə açıqladıqlarını yazsaydı, bu da o dairəni məhdudlaşdıracaq. Bəli. Yəni necə məhdudlaşardı? Bu kitab olardı da olmazdı ümumi bəşəri kitab. Bizim iddiamızda nədir? Bizim iddiamızda budur ki, bu kitab ümumi bəşəridir də. Yəni Peyğəmbər zamanında olan insan da oxuyanda düşünərdi. İndiki zamanda olan insan da oxuyar, düşünər, onu düşündürəcək. Amma yox, Peyğəmbər zamanında Peyğəmbər o cəmiyyətin, o insanların tutumuna görə bir söz deyərdi. Biz onun kontekstindən qırağa çıxa bilməzdik. Bəli, Peyğəmbər sallallahu biz demirik izah etməyib. Biz demirik izah. Elə bizim hədis mövzumuz buna gəlir, söykənir ki, məsələn, bir çox alimlərin gətirdiyi argumentlərdən biri budur ki, bu ayələr özü yetər. Ətiullaha və ətiur-rəsul. Düzdür? Deyir, siz əgər Peyğəmbərə itaət edin anlamı deyirsə, elə bu ən böyük dəlillərdən biridir ki, biz nədə Peyğəmbərə itaət edək? Bu əgər Allahın gətirdiyi şeyləri bizə deyirsə, onda o zaman biz Allaha itaat edirik də. Deməli, Peyğəmbər də nəsə deyirsə, siz ona itaat etməlisiniz. Deməli, Peyğəmbərin bu dedikləri özü bizim bu elmi termindən desək, ya hədis adlanır, ya rivayət adlanır, ya nə bilim sünnə adlanır, nə olursa olsun. Aydındır. Amma Peyğəmbər niyə təfsir yazmadı Qurana? Dediyim kimi,
Yaza bilməzdi peyğəmbər bütün ayələri hamısını bir-bir təfsirləsin. Hətta mən deyə bilərdim ki, peyğəmbər sallallahu, yəni ilk o Qurani-Kərimin belə deyim də o nazil olan vaxtlarında mən səhv etmirəmsə mərhum Əllamə Tabatabai öz təfsirinin 1-ci cildində bu məsələ toxunur ki, peyğəmbər zamanında da əslində haşiyələr vardı. Bəli. Məsələn, bir sahaba gəlirdi peyğəmbər sallallahu bir ayənin izahını əgər istəyirsə, haşiyələri yazırdı. Elə həmin haşiyələr müəyyən bir miqdarda peyğəmbərin izahıdır da. Bəli. Deməli, peyğəmbərin izahı elə bizim üçün sünnə sayılır. Amma bir şey mühüm məsələdir. Nədir? Sünnə bizə harda lazım olur? Sünnə bizə çox vaxtı davranışlarımızda, yəni lori desək ki, ya şəriətdə, ya ədəbdə, ya əxlaqda bu kimi şeylərdə lazım olur. Bəli. Düzdür? Və elə məsələn gəlirik Qurani-Kərimin özünə, elə ayələr var ki, konkret net şəkildə Allahın hökmünü bəyan eləyir. Aydındır? Bəli. Yəni Quranı başa düşmək anlamı başqa bir şeydir. Quranı təfsir edir demək anlamı başqa bir şeydir. Amma müəyyən əməli xarakterlər ki var, biz onların fiqhdə ehkam qoyuruq, o tam başqa bir anlamdır. Fiqh, şəriət hər zamanda müəyyən mövzular ortaya çıxır. Həmin mövzulara görə bizim nəyə ehtiyacımız var? Ona dair fikir söyləməyə ehtiyacımız var. Ona dair fikir söyləmək üçün də etiqadi nöqteyi nəzərdən iki ənənəvi məzhəb varsa, biri Əhl-i-Sünnə məzhəbidir, biri də nə? Əhl-i-Beyt məktəbi. Əhl-i-Sünnə məktəbinin cəmaatları deyir ki, həmin o şəri mövzular ortaya çıxanda biz qaydırıq mədrəsətü səhabaya. Çünki səhabələrin o barədə etdikləri feillər və yaxud da ki, etdikləri hərəkətlər, onun qarşısında atacağı addımlar və yaxud da söylədiyi fikirlər o müəyyən hökmlərin müəyyənliyir. Hüccət daşıyır. Biz də qayıdıb deyirik ki, öz zamanında, öz dövründə ən bilikli, ən savadlı, elmdə, təqvada, imanda, hər bir şeydə biz də həmin o şər'i məsələləri müəyyən etməkdən ötürü bilmədiyimiz şeyi gedib hardan soruşarıq? Əhl-i-Beyt. Necə ki, bəlli məsələdir ki, peyğəmbərlə bunun haqqında ayə də var da, fəizə tənaza'tum fi şeyin fərudduhu ilallah. Yəni siz peyğəmbər ola ixtilafda olmusunuz da. Onu qaytarın Allaha və elçisinə. Deməli peyğəmbər yanınızda ola siz yəqin kimlərsə öz aranızda ixtilafda olmusunuz. İxtilafda olduğunuz zaman da Allah gəldi ayə nazil edir ki, siz əgər bir məsələdə ixtilaf edəcəksinizsə, onu Allaha o mənada ki, gözləyin. Vəhy gələcəksə bəyan eləyəcək. Bəli. Məsələn, çox yerlərdə var. Yəsəlun. Allaha deyildikdə Quran nəzərdə tutulur. Allaha dedikdə Quran, yəni nə? Vəhy. Necə ki peyğəmbərdən ayələr vardı ki, yəsəlunaka an kaza və kaza. Səndən bu haqqda soruşurlar. Soruşublar. Soruşanda əgər o məsələ ixtilaflı məsələ olubsa, Allah deyib ki, onda gözləyin. Yəni peyğəmbər deyir ki, gözləyin, vəhy gələr. Vəhy gəlib izah edib. Amma elə şey də var ki, peyğəmbər özü izah edib. Bax, ona görə bu önəmlidir. Bax, ustad, mən bu məsələyə də toxunmaq istəyirəm. Bax, demək, Qurani-Kərim bayaqları çox gözəl nöqtələrə toxundunuz ki, Qurani-Kərimin ayələrinin açıqlanması peyğəmbərin öhdəsindədir bir növ. Yəni peyğəmbər bu məsələləri açıqlayır. Bu mənada ki, Qurani-Kərimin ayələrində də deyir, biz sənin kitabını nazil edirik ki, sən onları açıqlayasan deyə. Və yaxud Quran Aleynə bəyanahu, onun açıqlanması bizim öhdəmizdədir ki, Qurani-Kərimin ayəsidir. Bu açıqlanma baxımından ki, hətta bəziləri düzdür, buna da irad bildirib ki, burada açıqlanmaqdan məqsəd gizlətmənin müqabilində açıqlanma. Yəni Quran kontekstindən kənara çıxmırsan. Elə peyğəmbər sənə nazil olanı açıqla. Nəinki belə izah mənasında yox. Gizlətmə, açıqla bu mənada ki, buna da bəzi biz Quran mərkəzli yanaşmaları görmüşük. Amma mən bir yerdə gördüm, deyirlər ki, yox, burada məsələn var, bəlliğ mənzil elə ki. Sənə nazil olana çatdır gizli. Yəni onu əgər çatdırmasan peyğəmbər. Burada söhbət o açıqlanan məqsəd budur. Amma təbyin və ya bəyan deməkdə ya izah nəzərdə tutulur. Ya bunlar ayrıdır. Bunu bilirik. Bu baxımdan çox gözəl nöqtələrə toxundunuz ustad. Bu baxımdan həqiqətən də minnətdarlığımı bildirirəm. Burada sadə bir məsələ var ki, cəmaatın çoxusu bu məsələdə çaşır. Bu da məsələn tutaq ki, Allah deyir namaz qıl. Amma namazın şəkli, yəni tutaq ki, lap namazın rükunları da gəlib Quranda. Məsələn, qiyam gəlib, səcdə gəlib, amma tərtibat yoxdur. Tərtibat, ardıcıllıq necə olmalıdır? Əvvəl qiyamda olmalısan, sonra
təkbir və s. və ilaxır bu ardıcıllıqla. Biz bu ardıcıllığı Qurandan tapa bilmirik. Bəli. Əgər hər hansı bir Quranı mərkəzə qoyan şəxs bu ardıcıllığa riayət eləyirsə, mütləq bunu kimdənsə öyrənməlidir. Mütləq. Bunun başqa adı yoxdur. Ya sən öncəki ümmətlərdən öyrənməlisən, bunun da Qurandan əsaslandırmalısan. Çünki bu Quran mərkəzlik biraz işi çətinə salmaq deməkdir əslində. Mən istəyirəm ki, məsələn, tutaq ki, Quranda olmayan bir şey. Ki, Peyğəmbər mallarından zəkat al. Zəkat al, amma heç bir yerdə deyilmir ki, hansı maldan zəkat al deyilmir. Peyğəmbərin bir növ öhdəsinə qoyulub ki, Peyğəmbər gedir filan mallardan. Hansı Quranda bunun adı çəkilmir. Çəkilmir ki, zəkat nədən alınmalıdır? Onlar qeyd olunmur. Peyğəmbərin və burada biz tutaq ki, baxırıq ki, Peyğəmbərin hədisində gəlib ki, Peyğəmbər inəkdən, qoyundan, misal üçün deyək də, zəkat alır. Zəkat alır və bunu möminlərə üzərində tətbiq eləyir ki, bunlardan verməlisiniz. Bu möminlər verdiyi zaman mən bu hədisin Quranı harasına tətbiq eləyir? Harasına vuracam ki, məsələn, vurun uyğun gəlsə götürün, uyğun gəlməsə götürmür. Bu birbaşa Peyğəmbərin şəri statusunu təsdiqləyir. Mən istəyirəm bu baxımdandır. Baxın, biz belə deyək də, bəziləri bu iddianı irəli sürür ki, Peyğəmbər sallallahu təşri etmə haqqı yoxdur. Bəli. Şəriət qoyma. Şəriət qoyma haqqı yoxdur. Yalnız şəriəti Allah qoyur və Allah izah edir. Burada mən bir şey deyim, bu özü geniş bir müzakirədir. Bəli. Quran Kərimdə, yəni bu sözü deyirəm inşallah, bunun üçün geniş bir dənə bəhs açarıq. Quran-ı Kərimdə belə başa düşdüyüm budur ki, sinonim sözlər yoxdur. Bəli. Yəni böyük qapı açır. Maraqlıdır. Böyük qapı açır bizə. Hətta mən çox böyük dəyərli qardaşlarımızın da, əzizlərimizin də çox böyük belə deyim də çıxışlarını sevə-sevə dinləyirəm. Məsələn, bir çoxları elə sinonim kimi götürür. Aha. Məsələn, tutaq ki, Quranla kitab, bir də zikir, bir də Furqan. Halbuki hamısı ayrı-ayrı. Ayrı-ayrı mənalarda. Hətta mən deyərdim ki, insan və bəşər ayrı-ayrı mənalarda. Gözəl. Sinonim yoxdur Quran-ı Kərimdə, bunu götürək. Bunu meyar kimi götürək. Bunu meyar kimi götürək və burada sən Quranı daha da gözəl şəkildə başa düşə bilərsən və gözəl anlaya bilərsən. Allah tövfiq inayət eləsin ki, bir insan həqiqətən də Quranın içində girəndə Allahın çox gözəl qayda qanunları var. Quranın özünə məxsus. Özünə məxsus üslubları var. Niyə Quran elə belə demir? Bəzən deyir ki, "Fəizə qara'atal Qur'ana fəstəiz billah." Əhsən. Ha? Bir yerdə deyir ki, qiraət etdiyin zaman istiazə elə şeytana, şeytandan Allaha pənah apar. Çünki qiraətdə məqsəd nədir? Qiraətdə məqsəd budur ki, mən oxuyum, sən də orada qulaq asasan. Ona tilavət deyirlər. Ona görə tilavətlə qira arasında fərq var. Bəli. Ona görə adətən görsən ki, bir insan məclisə çıxanda, indi hər hansı bir desən ki, çıx biraz Quran tilavət elə. O Quranı orada tilavət edəndə nə məqsədi özü anlamaqdır, nə də qarşıları başa salmaq. Sadəcə təbərrük məqsədi ilə tilavət etməlidir. Oxuma. Bununla da bağlı Quranda konkret ayə var. Ən ətluvel Quran. Müzəmmil surəsində var. Hə, Müzəmmil surəsində isə deyir ki, "Vərəttil Qur'ana tərtila." O nədir? Tərtil nədir? Tilavət nədir? Bizim dediyimiz bu çıxsın avazla desin ki, Bismillahirrahmanirrahim. Tərtil budur. Xeyr. Sonra Quran buyurur, "Əfəla yətədəbbərunəl Qur'ana." O tədəbbür nədir? Bunlar hamısı fərqli baxışlardır. Acı bunlar çox önəmli nöqtələr. Ona görə də Quranın da özünə görə mənası ayrıdır. Kitabın da özünə görə mənası ayrıdır. Nə bilim, zikrin də özünə görə mənası. Hər bir şeyin özünə görə mənası ayrıdır. Suala cavab vermək istəyirəm ki, Peyğəmbərin təşri etmək səlahiyyəti var, yoxsa yoxdur? Hüququ var, yoxsa yoxdur? Eləyə bilər. Bir sıra adamlar konkret ayələr çəkirlər. O ayələr ki, Quran-ı Kərimdə hürrimət keçib, haram keçib, haram təbiri ilə nəhi arasında yerlə göy arasında fərq var. Qadağa etmək. Haram etməklə qadağa etmək. Fərqlidir. Əgərləri bir şeylər ki var ayədə keçib hürrimət, o konkret olaraq Allah tərəfindən nədir? Bəlli olmuş sayda şeylərdir ki, Allahın haram etdiyi məsələlər. Haram etdiyi məsələlərdir. Səhv etmirəmsə, Ən'am surəsində orada olan ayədir ki, gəlin sizə haram olunmuş şeyləri tilavət edin. Bəli. Allah ta'budu illallah
və bil valideyni ihsana, sonra orada nə bilim filan şeydən çəkinin, filan şeydən o konkret təməlləri qoyur da. Deməli, haram təbiri başqa bir şeydir. Bir də Quranda çoxlu ayələrdə nəhy keçir, qadağalar keçir. Qadağa təbiri başqadır. Peyğəmbər özündən haram edə bilməz. Amma qadağa edə bilər. Həmin bu qadağa edilən şeyə biz nə deyirik? Nəhy. Nəhy və təşri deyirik. Təşri. Haram tam başqa bir mövzudur. Mən qoy bir sıravi misal çəkim də, bəlkə misalla daha cəmaət, olan dinləyicilər daha yaxşı üçün. Bir ölkənin özünə məxsus qayda qanunları var. Ölkəyə hər hansı bir şeyin idxal olunması konkret yasaqdırsa, onu mütləq nizamnamada göstərir. Bəli. Amma qadağa olmayan şey, yəni haram olmayan şey, yasaq olmayan şeyləri göstərməyə ehtiyac yoxdur. Var? Yox, ona filan yerdə maşın saxlamaq onlara ehtiyac yoxdur, işarə qoysun. Amma olmağa nə olmaz deyə gərək mütləq orada işarə olsun. Bəli. Çünki sabah gəlib məni ona görə haqq hesaba çəkəcək. Ona görə haramlar bu kontekstdəndir ki, konkret olaraq Allah tərəfindən yasaq olunan şeylərdir ki, bunu Allah öncədən bəyan etməlidir. Bəli. Bu haramdır. Bu şey bəli Allaha məxsusdur. Lima tuharrimu ma ahallallah lak. İndi burada tövsiyə xarakteri deyil ha. Burada konkret elə qanunlar var ki, bunu mən etmərəm, yasaqdır. Bəli. Haramdır. Ona görə haram təbiri tam başqa bir məna, bir də var qadağalar. Qadağalar tövsiyə xarakteri daşıyır. Bütün nəhilər. İndi üsul dindən desək ki, bəziləri Mövlavi deyir, bəzi irşad, bununla işimiz yoxdur. Bütün nəhilər ki var, yəni qadağalar ki var, haram təbiri keçməyib orada. Yenə dedim ki, hurrimat aleykum ummahatukum. Burada haram sözü keçib. Və yaxud da ki, hurrimat aleykumul meytete və dəmə və lahm. Burada haram sözü keçib. Harda ki o kontekstlərdə haram sözü keçibsə, o bəlli məsələdir. 7, 10, 15, 20 bu sırf Allahın işidir. Amma Peyğəmbər səlavatullah bir cəmiyyətin nizamlanmasını istəyirsə, bir cəmiyyətin öndərirsə, mütləq orada müəyyən şeyləri nə etməlidir? Yasaq etməlidir. Qadağa etmək. Yəni nəhy etməlidir. Nəhy etməklə haram etmək arasında yerlə görə fərq var. Aydındır? Həmin o nəhy sənin öz ixtiyarındadır. O bizim o bildiyimizdə. Məsələn, sənə deyir ki, qeybət eləmə. Bu bizim fiqhi dindən deyir ki, haramdır. Amma bu haram deyil. Bu nədir? Nəhydir. Nəhydir. Yəni tövsiyə olunub sənə ki, bunu etmə. Tövsiyə xarakteri daşıyır. Peyğəmbər səlavatullah da bu baxımından çox şeyləri bizə nə edib? Tövsiyə edib, nəhy edib. Həm bir belə deyim də İslam dininin təməlini qoyan, həm bir İslam dininin nə bilim banisi kimi bunu bizə təqdim edib. Bəli, Peyğəmbər o haram kontekstindən olan bir şeyləri ki var, ona daxil edə bilməz. Onu gözləyəcək ki, Allahdan vəhy gələcək. Bu haram olar, konkret Allah tərəfindən vəhy gələcək, o haramdır, olacaq haram. Amma Peyğəmbər səlavatullah bir cəmiyyəti, bir insanları tənzimləməkdən ötürü çox tövsiyələr verə bilər ki, onlar da bizim yenə dediyimiz kimi şəriət hökmlərinə daxil olacaq. Şəriət hökmlərində də biz özümüz bilirik də istilahda müəyyən şeylər var. Bəziləri vacibat adlandırır, bəziləri haram adlandırır, bəzi məkruhat adlandırır. Bunun belə deyim də meyarı nədir? Meyarı mükəlləfin feilidir. Mənim hər hansı bir feilim ya bəyəniləcək, ya bəyənilməyəcək, ya nə bilim yasaq olacaq. Bu insanların, cəmiyyətin tənzimlənməsi üçün olunan işlərdir. Peyğəmbərin bu səlahiyyəti var. Peyğəmbər cəmiyyəti tənzimləmək üçün bu dərəcədə səlahiyyəti var. Bu səlahiyyətləri var. Yəni bir cəmiyyəti formalaşdırmaq istəyirsə, istədi. Ona görə Allah bir dənə Quranda konkret ayət buyurdu. Və ma atakum Rasul fəxuzu. Və ma nə buyurdu? Demədi və ma harramakum fəştənibu. Çünki o haram eləməz. Və ma nəhakum anhu fəntahu. Deməli Peyğəmbər bəzi şeyləri qüvvəyə qoya bilər. Bəli. Aydındır? Lord desə ki, düsturdur da mənim üçün. Düstur da bir ölkənin müəyyən intizamı var. O intizamda parlamentdə müəyyən düsturlar qəbullanır. Cəmaatın. Ona görə biz nə dedik ki, bir gözəl alimlərin də qəşəng sözü var. Deyir ki, din xətm olunub, şəriət xətm olunub. Yəni nə deməkdir? Peyğəmbər zamanında müəyyən
mövzular çıxıb yəni peyğəmbər onlara irşadat verib, yönəldib. Amma indi bugünkü zamanda peyğəmbər yoxdur da. İndi bu gün də bizim Peyğəmbər gəlsəydi əgər indi öz cəmiyyətinə uyğun müəyyən yenə də qadağalar irşadatlarını verərdi. O zaman o məsələlər ki vardı, o ictimanın nəzərə alınan məsələlər vardı. O ictimai nəzərə alınan məsələlər dəyişiləcəkdi. Necə ki biz məhdəviyyət mövzusunda bu məsələni görürük ki, yeni din anlayışı əslində onun da bir mənada var. İkinci bir şey deyim, bu da mühüm fərqdir. Bəli. Bu da mühüm fərqlərdəndir. Keçən dəfə də bunu dedim, bir dəyərli qardaşımızın kitab təqdimatında siz özünüz də bəlkə də şahid oldunuz ki, bəzən bunlar bu cür arqument gətirirlər ki, yox, sən Qurani-Kərimdən mənə ayə gətirginən ki, peyğəmbərin sünnəsini qəbul etmək və ya peyğəmbərin sözünü qəbul etmək lazımdır. Mən də orada onlara belə bir zehnimə bir cavab gəldi ki, Quranda olan bütün sözlər məgər Allahın sözüdür? Bax, gözəl nöqtədir. Məsələn, Loğman surəsində Allah Loğman əleyhissalatu vesselamın öz oğluna verdiyi tövsiyələri götürdü, nədir? Gətirdi, saldı Qurana. Saldı Qurana. Yəni Lorul desə ki, Loğman öz övladına nəsihət verir. Bəli. O nəsihətlər ki, dəyərlidir, bu Allahın sözü deyil ki. Allah demədi ki, belə elə oğulva denən belə eləsin, xeyr. Baxdı gördü ki, hikmət sahibi olan bir insan doğru düzgün bir nəsihət verdi. Bu cəmiyyətin belə deyim, inkişafına səbəb ola bilərsə. Bunun sözü. Bu sözü qoydu, sürənin adı qoydu Loğman. İz qala Loğman li ibnihi. Allah demədi ki, Loğmana la Loğman, mən sənə deyirəm, sən də oğluva de. Hədis çevrildi, oldu ayə. Hada Loğmanın öz sözü çevrildi. İndi bununla bağlı bizdə Quranda bütün peyğəmbərlərin dilindən danışıqlar var. Yusufun dilindən var, bəli. Musanın dilindən var. Bu da çox mühüm məsələ. İbrahim əleyhissalatu vesselam dilindən var, nə bilim Zəkəriyanın dilindən var. Bütün bunların danışığını Allah Quran ayəsində ona görə çevirdi ki, yüzlərlə peyğəmbərin danışığını Quran ayəsində çevrilib. Bu qədər hamısı sənə kifayət eləmir. Sən illə mənim üçün dəlil istən ki, sonuncu peyğəmbərin də öz sözünü gərək nə eləsin? Ayəyə çevirsin. Ehtiyac yoxdur ona. Bütün bu peyğəmbərlərin sözlərini Allah Qurana qoydusa, deməli demək istəyir ki, indi Loğmanı çıxmaq şərtləri hikmət sahibidir. Bəziləri deyir ki, peyğəmbərdir. Bəli. Bir hikmət sahibinin sözünü Allah kitaba saldı ki, yəni sizə belə bir insanlar hikmətli, dəyərli bir şeylər deyəndə elə bil ki, mənim sözümdür. Gözəl. Bizim peyğəmbərin də əslində Quran-Kərimdə onun da söylədiyi sözlər var da. Allah onun dilindən deyir də, götürür salır ayə kimi. Bəs bu ayələrə siz baxırsınız, bunu sən Quran ayəsi kimi insanlara təqdim etsən. Səndən filan məsələ barədə soruşarlar. Ya peyğəmbərin hansısa bir sözünü Peyğəmbər salavatullah haqqında Allah buyurur ki: "Və qalar rasulu ya Rabbi inna qavmi ittəxəzə hazal Qur'ana məhcuran." Peyğəmbər Allah deyir də bizə. Deyir Allah peyğəmbər buyurdu dedi ki: "Ey mənim Rəbbim, mənim qövmüm, mənim ümmətim Quranın belə deyim də məna etibarından həqiqətini nədir? Tərk etdi." Bu da peyğəmbərin sözüdür. Allah peyğəmbərin sözünü götürdü, saldı Quran ayəsində ki, yəni qiyamət günündə peyğəmbərin sözünü mən höccət gətirəcəyəm sizə. Oradakı şikayətçi kimidir? Peyğəmbərdir. Nübüvvətlə risalətin fərqini bilən insan başa düşər. Bizim sünnəyə ehtiyacımız var yoxsa yoxdur? Bax burası çox mühümdür. Hazır mən istəyirəm bu məsələnin üzərində taxınam. Çox müzakirə ediblər. Bəli. Nübüvvət və risalət fərqlər nədədir? Dərin bir fərqdir. Baxın mənim əzizlərim. Çoxları deyir ki, nə bilim, nübüvvət sözü də elə nəbə sözündən götürülüb. Nübüvvət konteksinə çox şeylər daxildir. Bax mən sizə deyim. Allah yerlər və göylər haqqında danışır. Bəli. Onu risalət ünvanla vermir bizə. Onu peyğəmbərə nübüvvət ünvanla verir. Nəbi ünvanında. Nəbi. Özdəki nəbi nəbə sözündən deyil. Bax bu önəmlidir. Nəbəvə. Ona görə biz nə deyirik? Nübüvvə. Vav orada çıxır üzə. Üzə çıxır. Nəbə. Quranda Allah buyurur ki, sən bilmirdin, biz səndən öncə Yusufun nəbəsini, qissəsini sənə dedik. Paştalyon da sənə xəbər vermişik, çatdıracağam. Tilkə min ənba'il qeybi nuhayhə ileyk. Ənba'il qeyb. Və yaxud yəsəlunəkə ənin nəbə. Əhsən, ənin nəbə. Deməli, o nəbə ki var, o xəbərlərdir, o bəlli məsələdir. Özündən öncəki hadisələrlə bağlı bir xəbəri yoxdur, onu xəbər gətirir. Bir də nübüvvət nəbəvə sözündəndir. Çox ali bir məqama yetişmiş bir varlıqdır. O ali fərq var bunlar arasında. Çox mühümdür bu. Nəbəvə sözü, yəni lüğəti mənasında desən ki, əl-məqamul ali.
elə bir məqama yetişib ki, ali bir məqamdadır ki, Allah yaradılış haqqında da ondan danışır. Məlumatı ona verir. Yerlərin və göylərin yarılması haqqında, nə bilim dağların filan. Risaləti Allah kimə verir? Nəbəvə sahibinə verir ki, məqamı uca olana verir. Nəinki xəbər mənasında. Xəbər mənasında deyil. İndi baxın, Quranda çox ayələrin əksəriyyəti nübüvvət kontekstində bağlıdır. Bəli. Risalət kontekstində yalnız və yalnız vəhy vasitəsilə. Yəni bunu sən insanlara çatdırmalısan. Bəli. Və bu məsələnin insanlarla bağlılığı var deyənə orada risalət rolu. Ona görə mən belə bir sual qoymuşdum orada ki, hansı məqam üstündür? Risalət məqamı üstündür yoxsa nübüvvət məqamı? Bir çoxları deyir ki, yox, risalət məqamı ona görə üstündür ki, ona Quran verir. Mən deyirəm ki, yox, risalə vəzifədir. Sənə bir vəzifə veriblər, öhdəlik veriblər. Səni öhdəçiliyi icra etsən. Misal çəkim sənə. İmam cəmaətdə bir ədalət şərti var. Bəli. Hə? Bir də misal deyək də məni müəyyən ediblər, mən hər gün gəlim burada cəmaət namazı qılım. Bəli. Mənim cəmaət namazı qılmaq vəzifəmdir. Bir də mənim şərtlərimdən biri budur ki, ədalətli olmalıyam, imanlı olmalıyam. Sual: hansı daha üstündür? Ədalət olmaqlıq, imanlı olmağım yoxsa mənim imam cəmaət olmağım? Əlbəttə ki, ədalət və iman sahibi olmaq. Deməli, imam cəmaət olmağım vəzifədir. Vəzifədir. Bəli. Amma özümdə daşıdığım əsas xüsusiyyət nədir? Ədalətdir və ya da ki, imanlı olmaqdır. Deyir, nübüvvətlə risalətin fərqi də budur. Risalət vəzifədir. Sənə gələni, ona görə bəziləri deyir ki, peyğəmbərə peyğəmbərlik verib 40 yaşında. Deyirəm ki, yanlışsan sən. Peyğəmbərə 40 yaşında risalətin çatdırılması əmr olunub. O nəbi idi əzəldən. Bəli. Nübüvvət məqamıdır. Nübüvvət var idi, ondan sonra risalət. 40 yaşında risalətin çatdırılmasının əmri var. Onda Quranın başlanması risalətdir. Beysətin başlanması risalətdir. Ondan əvvəl nübüvvət olmalıdır. Altyapıda. Ona görə də bəziləri burada o Qədr surəsinin inşallah bir gün Allah nəsib eləsə ki, bu Qədr surəsində Allah buyurur ki, İnna ənzəlnahu fi leylətil qadr. Biz onu Qədr gecəsindən nazil etdik. Yəni, nəyi nazil etmişdir? Risaləti yoxsa nübüvvəti? Aha. Hə. Biz deyirdik ki, nübüvvət bütün hər bir şey özündə cəmləyir. Bəli. Və o nübüvvətdən qaynaqlanan risalət ki var, o risalətdə o gözləyir. Aha. Vəhy gözləyir. Vəhy gələcək, sən o çünki risalət insanların həyatı ilə, tənzimlənməsi ilə bağlı olan bir şeydir. Ona görə Allah Quranda buyurur ki, burada mən demədən sən heç bir şey deyə bilməzsən. Çünki bu ora bağlıdır. Amma nübüvvət isə yenə deyim ki, baxın, kainatın yaranması ilə bağlı Allahdır. Mən bir misal çəkim sizə. Vəl fəcr və layalin əşr və şəf'i vəl vətr. Bu kimə nazil olur? Peyğəmbərə. Peyğəmbər bunun batınını bilir, bu nədir? Bəli. Biz onun zahirin götürürük. Vəl fəcr yəni nə? Fəcr vaxtı. Və layalin əşr and olsun 10 gecəyə. Bəziləri bu 10 gecəni Ərəfə, Həc filana, bəziləri də biz tərəfdə 10 gecə Məhərrəm, Aşura və şəf'i vəl vətr də gətirib bağlayır gecəyə. Axı bu peyğəmbərin nazil olursa, deməli bu risalət konteksti deyil. Risalətdir? Xeyr deyil. Bu nübüvvət kontekstində bağlıdır. İndi nübüvvət kontekstində peyğəmbərdən o zamanda soruşsaydılar ki, vəl fəcr nədir? Və layalin əşr nədir? Və şəf'i vəl vətr nədir? Peyğəmbər belə izah elər. Deyirdi ki, maşallah siz elmdə yüksəlmisiniz də. Vəl fəcr partlayışa işarədir. Yer kürəsinin yaranmasına işarədir. Və layalin əşr bəlli məsələ ki, elm onu isbat edir. Mənim ixtisasım deyil, onu keçsinlər, onlar araşdırsınlar. Elm isbat edir ki, və layalin fəcrdə məqsəd budur ki, inficardan sonra 10 gün zülmət olubdur. Gecə qaranlıq olubdur. Big Bang-dən sonra. Bəli, Big Bang-dən sonra. Zülmət olub, sonra zülmətdən nura çıxıb da. Və şəf'i vəl vətrdə deyir, əslində hidrogenlə oksigenə işarədir. Niyə görə? Bütün varlıqların yaranmasında hidrogen və oksigen özəlliyi daşıyır və onlardan biri təkdir, o birisi nədir? Cüddür. Ona görə buyurdu ki, və şəf'i vəl vətr. Sudan yaradılma.
Ona görə küllə şeyin xələqnahum minna. Hər şey. Göz. İndi yaxşı, bu nübüvvətə məxsus olan şeydir. Bu risalətə məxsus olan şeydir. Bu yəni mənim əməllə bağlı olan bir şey deyil. Bəli. Mən orada namazı belə qılım yox. Bəli. Bu varlıq aləminin sirlərindəndir ki, Allah bunu nəbilik məqamında olan Gözəl. insan. Ona görə bir çox yerlərdə məsələn bu şeylə mən razı deyiləm də. Məsələn nə mənada? Dediyim kimi, əgər Quranda təradüf yoxdursa, Bəli, gözəl rəsm. yəni belə deyək də, sinonim yoxdursa, onun həqiqətini gedib çata bilərsən. Hə, yəni nəbi budur ki, bütün peyğəmbərlər, bütün rəsullar nəbidir. Və nəbilərin bəziləri peyğəmbər, bu məntiq dilindən desək ki, nə bilim ümumi Kəlamda var bu. Kəlamda var bu şeylər. İşim yoxdur onunla. Öz işləri. Amma mən bir misal çəkim sizə də. Gəlir Allah Quranda buyurur ki, biz Quranı dağa nazil etdik. Da götürmə. Əmanət. Fə in aradna al-amanata alal. Biz əmanəti dağlara zada yüklədik. Bunu risalat kontekstindən götür. Yəni nə dağlara verdim. Nə məna daşıyır? Bəli. Axı mənim əməli praktikamla bağlı burada bir şey yoxdur. Deməli bunun nübüvvət cənbi ilə peyğəmbər. Ona görə mənim qarşıma bir kitab çıxdı, çox ləzzət elədi mənə. Nübüvvət deyir kainatın bütün varlıqların sirrini bəyan etmək xarakterinə malikdir. Risalət isə yəni sən insana. Hacı bax çox gözəl nöqtə. Nübüvvəti o dediyimiz cəbhədə olan insanlar var ki, onlar bir sektadır da, onlar bir təriqət demək olmaz. Onlar bir sektadır. Onlar ki, nəbini daha da aşağı salmaqla məşğuldular. Bax bu kontekstdə sizin dedikləri çox önəmlidir. Ki, yəni nəbi yəni nə? Nübüvvət daha ali məqamdır da. Bu çatdırılmalıdır cəmiyyətə ki, bəzi götürüblər risalətdən onu çox aşağı salıblar. Peyğəmbərin məqamı da itir ortalıqda. Yəni peyğəmbər elə belə yoldan keçəndə bir nəfər üzr istəyirəm məsələn şəhərinə. Məsələn ki, gələ bu məktubu apar çatdır cəmiyyətə. Bəli. Bu məsələ. O Həzrət Musa ilə rivayətlərdə Xızır məsələn düzdür. Bəli. O nübüvvət məqamında idi. Aha. Aydın oldu. Amma Musa əleyhissalam risalət məqamında idi. Amma o daha aydındır. Ona görə də o Musa çox gözəl. Çox gözəl. O əslində mən deyərdim ki, səbri misal çəkir orada. Bəli. Mən sənə deyirəm axı sən mən təsdiqləyirəm, mən səbrəm. Çox dəqiq mətləblər verir orada. O özü bir dənə geniş bir bəhsdir də əslində. Bəli. İnşallah qismət olar bu arada danışaq. Bu insan Quranın verdiyi məntiqə görə Əbdüs Salihdir. Əbdüs Salih ona gəlib belə eləyir. Bu onun arxasını bilmir. Ona gözədir ki, keyfə təsbiru əla ma ləm tuhit bihi xibra. Sənin əgər bir şeyin xibrən yoxdursa, arxasını bilmirsənsə, sən səbr eləyə bilməzsən. Vay. Çünki onda nübüvvət məqamı olduğuna görə arxa pərdələri bilir. Aydındır. Çox gözəl. Arxa pərdələri bilən. Biz dedik ki, bizim sonuncu peyğəmbərimiz ikisini də özündə daşıyırdı. Məqam baxımından. Ona görə Quran çox yerlərdə buyurur ya eyyuhan nəbi, ya eyyuhər rəsul. İkisini özündə daşıdığına görə çox şeylərin arxa pərdəsini bilirdi və arxa pərdəni bildiyini də müəyyən insanlara verirdi. Mən deyərdim ki, bu Quraniçilik iddiasında olan insanlar kaş ki, yəni belə ortaya düşüb belə gülünc mövzuları ortaya qoymaq deyil. Sırf bu danışdığım mövzu ilə əgər kim ki özünü iddia edirsə Quraniçidir, gəlsin otursun məndən üzbəüz belə düşməsin. Mən bu detallarla ona misalları izah edeyim də. Misalları izah edim ki, kainatın sirri. Məsələn mən bunu qəbul etmirəm ki, Quran yalnız insan üçün gəlib. Kim dedi ki? Kim dedi? Quran insan üçün gəlibsə, onda niyə Quran deyir ki, biz dağlara dedik ki, siz bu cür hərəkət edin? Niyə dağlara xitab edir? Daha geniş. Quran bütün kainatın dilidir, açarıdır. Bütün kainatda olan hər bir mən deyərdim sizə ki, orada misal çəkir Süleymanın qarışqa ilə var. Niyə misal çəkir ki ona? Onun özündə hikmət var. Onun arxasında bir hikmət var. Sonradan alimlər kəşf elədilər ki, İnnallaha la yəstəhi ən yadribə məsələn ma bəuzətən fəmə fəvqəha. Nə var ki, Allah deyir ki, mən utanmıram ki, sizə misal çəkərəm. Nə? Ağcaqanad və ağcaqanadın hələ fəmə fəvqəha, onun üstündə, onun üzərində nədirsə bunu aşkar eləyə bilmirlər. Sən əgər belə çox Quranın dərinliyini bilənsənsə, deyirsənsə, mənə ehtiyac yoxdur hədis və sünnəyə, deyirəm ki, bunları mənə izah elə. Hələ
o tərəfi demirəm də, yəni təəssüf edirəm ki, o Bəli. tərəf başa düşməyib. Deyib məsələn Qurani-Kərimdə deyir filan surənin filan ayəsində namazın 2 rükət ayəsi var. Mən deyirdim elə verilişdən qabaq dedim ki, mən onu elə bu zərəbə feilində saxlayardım ki, 2 saat danışsın mənə. Görüm ki, o zərəbə feili necə ola bilər ki, yataqda xanımlarınızı fədribuhunna vurun döyünə tərcümə eləyirsən. Bəli. Burada fəiza zarabtum fil ardi fala cunaha aleykum özdə gözəldir. Allah fala cunaha aleykum an taqsira au tuqassiru. Orada qəsr sözü də keçir də. Hə yaxşı, burada zərəbə sözünü necə izah eləyirsən? Hə, burada döymə idi, burada nə? Orada döymə sənə sərf elədi. Tez yapışdın Qurandan ki, Quran deyir ki, arvadları döyün, vurun filan. Bəli. Amma sən ki, orada onun düzgün mənasını Düzgün vermirsən. mənasını vermədiniz. Əgərləri Qurani sənsə ki, bu temada Bu mənada bu mənada danışılır. Girə Quranın Çox dərinliyinə. Gözəl, çox. Ona görə mən deyirəm ki, peyğəmbər salavatlının həm nübüvvət tərəfi vardı, həm risalət tərəfi vardı deyənə, hər bir şey Allah sonda yüklədi kimə? Ona. Onun gətirdiyi o Qurana mən deyərdim ki, sizə ki, müsəlman ümməti təəssüflər olsun, bu var da içimizdə, təəssüflər olsun. Peyğəmbər salavatlığın dilindən yalan danışmağı məqsəd yönlü şəkildə hədis kimi cəmiyyətə sıradılar ki, hətta biz müsəlman ümməti o həqiqətlərə çata bilməyək. Aha. Çünki peyğəmbər müəyyən həqiqətləri veribdi. Veribdi. Elə Həzrəti Əli əleyhissalamın öz zamanında dünən ona oxuyurdum mütələ, biri gəldi ki, ya Əmirəl-Möminin, Allah ilanı niyə xəlq edibdi? Axı zərər verir axı insana, insanı öldürür. Maraqlı. O da ona çox gözəl bir deyir ki, əslində zərər vermək məqsədi insanı öldürmək üçündür. Allah ilanı ona görə yaradıb ki, təbiət aləmində bəzi zərərli maddələr var. İlan öz ağzından çıxaran buxarla həmin o zərərli maddələri öldürür. Tamam. Təbiəti tənzimləmək. Təbiəti, amma sən gəldin quyruğunu tapdaladın, o çöndü səni öldürdü. Sən onu məqsədinə uyğun istifadə eləmə. Məqsədinə, amma Allahın yaradılışında mütləq hədəf və qayələr var, öz qayələr. Yəni elə bir şey yoxdur ki, kainat aləmində onun izaha ehtiyacı olmasın və onu peyğəmbər və yaxud da ki, onun əhl-i-beyti peyğəmbərin yanında olan insanlar bizə izah eləməsin. Ona görə bu sözümü deyim sonunda bitirim ki, deyərdim ki, nə ifrata varmaq lazımdır, nə təfritə. Əgər mövzunu elmi formada diskurs edirsənsə, elmi formada sən istəyirsən əxbari ol, istəyirsən Qurani ol. Əgər elmi şəkildə müzakirə eləmək istənsənsə, sənin buna elmin, gücün, qüdrətin çatarsa, onda gəl müzakirə eləyək. Bəli. Məntiqi şəkildə, əqli şəkildə. Bəli. Mən bir şey bilməsəm, etiraf edirəm, bilmərəm. Amma yox, kimlərinsə məsəl var deyə dəyirmanına su tökməkdən ötürü əgər bu cür mövzular mən elə burada bir məsələni də qeyd etmək istəyirəm ki, əslində elmi müzakirələrə qapı açıqdır. Elmi müzakirələrə qapı açıqdır. Zaten ümumiyyətlə elmi müzakirə eləmək istəyən, lap Quran barəsində hər hansı bir yeni fikir ortalığa qoymaq istəyənlər üçün də qapı açıqdır. Mən bu gün çıxıb yeni bir fikir deyən adamın qarşısına çıxsam ki, olmaz. Bu sabah mənim də əlimi qolumu bağlayacaq. Təxəssüs olaraq sizin də əliniz qolunuzu bağlayacaq. Bu baxımdan ona qarşı bir cəbhə almağı mən düzgün hesab eləmirəm. Amma bir məsələ mühümdür. Mənim bildiyim qədər ki, sən mütləq öz fikri hökm kimi yeridəndə məsələ problem olaraq yaranır. Yəni biz bilirik ki, səndən öncə nə qədər alimlər, məsələn deyək də, bu günləri baxırsan ki, illərlə Quran barəsində, Quran sahəsində araşdırmalar eləyiblər. Çox gözəl də araşdırmalar eləyiblər. Məsələn deyiblər ki, Adəm ilk insan deyil, Adəmin babası olub, Adəmdən qabaq insanlar olub, onu hədislərə dayandırıblar, Qurandan çıxarışlar da eləyiblər. Bu gün sən onu deyəndə, bu gün mütləq sənin öz fikrin kimi cəmiyyətə qəbul etdirmək istəyirsənsə ki, bu mənim fikrimdir və hökm kimi bunu qəbul etdin. Burada sən deməli bir bazar açıbsan. Bazar açıbsan və bilirsən ki, nəzər kimi desən, nəzəriyyə kimi desən, o bazar işləməyəcək. Çünki cəmiyyət akademik çevrələr daha çox nəzəriyyəni başa düşür, nəzəri, amma əslində deyilməlidir ki, bax, məsələn, filan ayə barəsində 10 dənə nəzər var. Qoy cəmiyyət bilsin, hər halda birini sən seçirsən. Bu məsələnin bir tərəfi ki, biz hər halda bu niyyət məsələsidir. Sadəcə görünən tərəfin müzakirəsidir ki, biz bunu görünən tərəfdən deyirik. Bir də hazır bu çox önəmli bir nöqtəyə toxundunuz o nübüvvət və risalət baxımından. Mənim zehnimə bir şey düşdü. O İmam Hüseyn əleyhissalamın öz əmsi oğlunu göndərdiyi zaman deməli Müslim ibn Əqli göndərdiyi ki, siqəti. Mənim ailəmdən olan etibarlı, əmanətdar bir şəxsi göndərirəm. Yəni çox inandığım, güvəndiyim şəxsi göndərirəm. Yəni elçinin vəsfini göstərir.
siz dediyiniz baxımından nübüvvət elçinin vəsfidir. Yəni bu elçiliyi eləməmişdən qabaq bunun vəsf daha önəmlidir, nəinki onun daşıdığı vəzifə. Bu çox mühüm vəzifə idi. Həm də bir nöqtəni də istəyirdim cəmiyyət də, tələbələr də dinləsinlər ki, risalət dedikdə konkret ki, bəziləri bunu belə qeyd edirlər ki, konkret Qurani-Kərimin müəyyən ayələri nəzərdə tutulur ki, bu vəhiy kontekstindədir. Vəhyi də ancaq Quranla sərhədləmək istəyirlər ki, Quran vəhiy bərabərdir Quran. Bu çox mühümdür. Hacı, mən istərdim bir neçə dəqiqə buna da toxunarsınız. Vəhiy bərabərdir Quran deyirlər. Amma Qurani-Kərimdən elə bir ayə istinad edə bilməzlər ki, elə bir ayə yoxdur ki, desin ki, vəhiy yalnız Qurandan ibarətdir. Yəni mən görməmişəm. Açıq indi istəyirəm siz də bu baxımdan toxunasınız. Amma məsələn bir nümunəni mən deyəcəm. Siz də əgər bu barədə bir fikriniz olsa deyəsiniz. Məsələn Məscid-ül Hərama tutmamışdan qabaq müsəlmanlar bir qibləyə üzünü tutublar. Amma bu qiblənin hansı qiblə olduğunu cəmiyyət bilmir. Amma müsəlmanlar bir yerə tutublar da üzünü tutduğunuz yerdən üzünüzü Məscid-ül Həram. Hər halda indi bunun adını qoyma Beytül Müqəddəs, o gündən məsələn filan bir məkan, hər hansı bir məkan tutublar da və bu da müsəlmanların bir yəni peyğəmbər vəhyə tabidir də. İttəbi mə yuhə ilə. Sən vəhyə tabisən, bu da peyğəmbərin vəhiy kontekstini. Amma Quranda bunun bir nümunəsini görmürük. İstəyərdim bu barədə bir neçə kəlmə deyəsiniz inşallah ki. Əslində bu mövzu ilə də bağlı bizim geniş belə demdə bir araşdırmamız olub. Məsələn, vəhy deyəndə nə nəzərdə tutulur? Quran deyir biz şeydə vəhy eləyirik. Bəli. Bal arasında da vəhy veririk. Və yaxud da ki, Musanın anasına da vəhy elədi. Bu özü elə bir dənə termindir ki, yenə dediyim kimi, bu daha genişdir. Daha geniş bir termindir və hara bağlıdır? Bu vəhy konteksti dediyim kimi risalata bağlıdır, yoxsa nübüvvətə bağlıdır? Aha. Mən dedim ki, nübüvvətdə, yəni öz araşdırmamda təbii öz qənaətimdir ki, nübüvvət vəhyin fövqündədir. Vəhyə ehtiyac yoxdur. Aha. Nübüvvət vəhyin fövqündədir. Çox gözəl. Və ma kana li bəşərin ən yükəlliməhullahu illə vəhyan. Sonra nə buyurur? Əv yursilə rəsulən əv min vəra hicab. Bir yolu vəhdir. İki dənə orada yol qalır əlavə. Bəli. Ya hicab arxasından. Bəli. Ya rəsul göndərməklə, ya rəsul. Yaxşı. Rəsulla vəhyin fərqi nədir? Aha. Rəsul əgərləri Cəbrail gəlirsə, deməli o rəsuldur. Bir də var vəhiy. Deməli burada bir şaxələnir. Birinci vəhidə mütləq Cəbrailə ehtiyac yoxdur. Mütləq Cəbrailə ehtiyac yoxdur. Birbaşa. Hə. Birbaşa da gələ bilər. Bəli, o birbaşa gələndə peyğəmbərə tək o ayədə yazılan bir şeyi göstərmir. Daha ətraflısını göstərir. Aydındır? Cənab Cəbrail ilə gəlsə, bəlli məsələ ki, kontekst orada necə gəlibsə, o cürdə deyəcək. Qul huvallahu əhəd. Qul kimə deyir? Yəni deyən Allah deyil. Gələn həmin o Cəbraildir ki, Cəbrail gəlir peyğəmbər, ya peyğəmbər, Rəbbim buyurur ki, belə de. Aha. O oldu risalat var. Bir də ki, min varail hicab arxasından nübüvvət məqamı daha geniş. Demə ona görürəm ki, nübüvvət məqamının sirlərini bilsən, biz deyərdik ki, din, şəriət, risalət, bu dediyimiz bütün bu dini mövzular tək vəhyin bu risalat kontekstindən bağlı deyil. Məhsulu deyil. Nübüvvət kontekstindən bağlı olduğuna görə bəzi şeylər var. Onu Allah və daha alidir. Daha alidir. Çox gözəl. Şimdi orada Quranda buyurur ki: "Vəttəbi ma yuha ileyk." Peyğəmbər sənə vəhy olunana tabe ol. Tabe ol. O nədir? O nədir? Onu görəsən Allah izah eləyir, açıqlayır. Bir gün bir mövzu açaq bununla bağlı mən danışım da. Çünki Quranda bu təbirləri gəlib biləsən ki, hətta mən Quranda var ayatun uhkimat thumma fussilat. Deməli bizdə ehkam var, təfsil var, bir də mütəşabih var. Bu üç növlər var. Bunlar hamısı bir-birinə açıqlanmalıdır. Bunlar bir-birindən həm açıqlama, bir də risalata hansı növ aiddir? Muhkəm aiddir, müfəssəl aiddir, yoxsa mütəşabih aiddir? Hansılar aiddir? Ona görə mən bu prizmadan baxıram ki, yəni sənin Qurani-Kərim vasitəsilə
ancaq mütləq vəhy odur ki, orada yazılı şəkildə olsun, deyirəm yox. Çünki bunun nübüvvət cənbəsi var deyə. Elə şeylər var ki, Allah o iki yol vasitəsilə peyğəmbərə verir, o peyğəmbərin özündədir. Sən gəlib peyğəmbərdən soruşsan, sənə deyəcək. O elə bil Salih bəndənin nübüvvətinin bayaqki məqamda Bəli. Sən əgər bir şey xibrən yoxdursa, sirli. Onun sirrini bilməsən, daha dəqiqini deyim sizə, daha belə deyim də, İnna ənzəlnahu fi leylətil qadr. Sonra buyurur ki, və ma ədraka ma leylətul qadr. Düzdür? Bəli. Bitdi. Yox. Sonra izah edir. Dedi ki, leylətul qadri. Bunu peyğəmbərə dedi də düzdür. İndi mən istəyirəm biləm ki, bu qədr bir gecə 1000 aydan daha xeyirlidir. Necə izah eləyim onu? Nətər başa düşüm? Amma peyğəmbər bilir. Onun xeyri harda? Xeyri harda? Çünki əvvəl ona deyir ki, inna ənzəlnahu fi leylətil qadr. Bu xeyri bilmək üçün peyğəmbərə müraciət olmalıdır. Və ma ədraka ma leylətul qadr. Sən bilmirsən, amma səni bilgisiz saxlamadım. Leylətul qadri xeyrun min əlfi şəhr. Tənəzzəlül mələikətü və ruhu fiyhə bi-izni rabbihim kulləm. Bilgini verdim sənə. Amma həqiqi bilgi nədir? Get peyğəmbərdən soruş, o peyğəmbər sənə desin ki, o 1000 aylar hansı aylardır ki, ondan daha xeyirlidir. Gözəl. Elə bilirsən ki, 1000 ay burada mübadilə aparır. Yəni bir gecə 1000 aydır. Əslində 1000 dənə aylar ki var, get onu peyğəmbərdən soruş. Ki o 1000 ay nədir? O həmin o 1000 aylar hansı aylar? Söhbət nədən gedir? Vallahi vaxtın hardan gəlib getdiyini açığa bilmədim. Çox təşəkkür edirəm əziz ustad, əziz alim qardaşımız. Bax sözün əsl mənasında belə mövzulara açılmasına, müzakirə olmasına ehtiyac var. Mən elə bilirəm ki, hər kəsin bir planı olduğu kimi Allahın da bir planı var. O şəxslər elə bilirlər ki, öz maraqlarına xidmət edirlər. Allahın da bir növ maraqlarına, yəni biz deyirik də iblis bir marağı var ki, insanları azdırma, amma iblisin də üstündə bir maraq var ki, Allah o maraqla iblisi idarə edir. Məsələ nədir? Mən demək istəyirəm ki, hətta belə bir azğın fikirlərin də ortaya atılması bir növ insanları Quran ətrafına yığılma, Quran ətrafında müzakirə olunmasına dəvət eləyir. Bu baxımdan mən bu Quranı müzakirəni müzakirədən doymadım. Çox minnətdarlığımı bilirəm əziz ustad. Elə bilirəm dinləyicilər üçün də maraqlı olacaq. Əziz dinləyicilər, biz bugünkü verilişdə, Rəngli podkastımızda Quran ətrafında müəyyən şeylər danışmağa çalışdıq. İnşallah ki, maraqlıdırsa sizə yenidən bu müzakirələr, yeni başqa bir mövzular ətrafında, hətta Quran barəsində qeyd eləyin şərh bölməsinə hansı əziz alimlərimizi görmək istəyirsiniz, hansı simaların dəvət olunmasını istəyirsinizsə, rəy bölməsinə qeyd eləsiniz. Təşəkkür edirəm.